Bakı Slavyan Universitetində də ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Azərbaycanşünaslığın aktual məsələləri, yeni dövrün Azərbaycanı mövzusunda təşkil olunan tədbirdə yerli və xarici mütəxəssislər, elm adamları iştirak edib. Konfransda Azərbaycanın milli irsi, dövlətçilik tarixi, geosiyasi mövqeyi, mədəni və ictimai-siyasi inkişafının müxtəlif aspektləri geniş şəkildə müzakirə olunub. Ulu Öndərin Azərbaycan dövlətçilik tarixindəki müstəsna xidmətləri bir daha xatırlanıb. Ulu Öndərin Azərbaycançılıq ideologiyası, Azərbaycançılıq məfkurəsi əsasında Azərbaycan milli kimliyinin formalaşması və Azərbaycanın 90-cı illərin əvvəllərindən başlayaraq 2025-ci ilə qədər gəldiyi bütöv bir yolu və nəticə etibarilə ölkə rəhbərimiz Cənab İlham Əliyevin rəhbərliyi altında qalib və tarixinin ən inkişaf edən bir mərhələsini yaşayan Azərbaycan olaraq həm regionumuzda, həm də daha geniş coğrafiyada yaratdığı reallıqlar, geosiyasi reallıqlar kontekstində müxtəlif məsələləri müzakirə etməkdən ibarətdir.